sarı suyun həcmi, yenə deyirəm, o normaya qədər qalxdıqdan sonra artıq sular Ağdaçı kəndi deyilən ərazidən yenidən ötürülür Kür çayına. Bu da Kür çayından ayrılan Qarabağ kanal vasitəsilə Ağgöl qidalanır. Sonra 28 kilometrlik bir məsafəni keçərək gəlir Sarısu qidalanır və yenidən artıq sular Kürə ötürülür. Və Sarısu ilə Ağgöl arasında olan məsafədə çəkilmiş bu kanal bir neçə ildən sonra ətrafa yayılaraq orada Şərbət Qobu, Şərbət gölünü yaratdı. Onu da nəzərinizə çatdırım ki, Sarısu Azərbaycanımızın ən böyük təbii gölüdür və burada olan balıqlar hətta Kür vasitəsilə, bax bu kanallar vasitəsilə gəlib, bax bu ərazilərdə elə olur ki, biz hətta mən burada suyun altında balıq da ovlamışam. Burada elə balıqlarla rastlaşıram ki, ağ amur balığı, hansı ki əvvəllər yox idi, bu axır zamanlar burada xeyli artıbdır. Bu da təbiətə olan diqqətdən irəli gəlir.